Salam dəyərli dostlar, Telegram kanalımda paylaşdığımız ədəbiyyata aid sualın izahı ilə sizi tanış etmək istəyirəm. Doğru-yanlış cədvəlində yanlışları tapmalıyıq. Bu o deməkdir ki, biz doğrunun altına yanlışı, yanlışın altına da doğrunu müəyyən etməliyik. Faciə janrında yazılmış əsərlərdə bir nəfərin və ya bir ailənin faciəsi cəmiyyətin faciəsi kimi ümumiləşdirilir. Bir doğrudur. 2-yə baxırıq. Poema həm heca, həm də əruz vəznində, beyt, bənd və sərbəst şeir formasında yazılır. 2 də doğrudur. Heca vəznində yazılan poemalardan Heydər Babaya salam, Şəhidlər və İstiqlal poemalarını keçəcək. Bütün klassik poemalar əruz vəznində yazılır. Klassik poemalar beyt şəklində yazılacaqdır. Yenə də Heydər Babaya salam bənddir. Sərbəst şeir formasında keçəcəyimiz poema isə Qızılgül olmayaydı. Deməli, bunların hamısında mövcud. Bunların hər ikisi doğru olduğu üçün bizə yanlış cavab lazım olduğu üçün bir ikini götürə bilmərik. Romanlar kimi əsasən nəzmlə yazılan təmsillərdə şəxsləndirmədən istifadə olunur. 3 yanlış olacaqdır. Romanlar əsasən nəzmlə yox, nəsrlə yazılacaqdır. Ona görə 3 yanlışdır. Yanlışın altından doğru cavabdır. Ona görə 3-ü götürmürük. Oçek bədii publistikaya yaxın janrdır. Ümumiləşdirmə apalır, məcazlardan istifadə olunur. 4 doğrudur. Yanlışın altından deməli uyğunsuz yanlış cavab olacaqdır. Ona görə testimizin doğru cavabı yalnız 4 C bəndi olacaqdır.